Allahın salamı üzərinizə olsun. Ey müsəlmanlar, daşqalaq eləyin bu belə alçaq qadınları. Qadın deyil, bu şeytandır. Baxın, baxın bu Elman deyirdi, anan saman altından su yerdəndir. Anası deyirdi, anan julikdir. Amma yox, bu bilirsiniz nədir? Bu qançən zəli də deyil. Bu da şeytan bir şeytanın ordusundan olan insan şeytandır. Biyoloji anam. Yəni bu alçaq. Bu alçaq. Mənə birinci qrup 50 ruh xəstə adı ilə ruh xəstəlik yoxdur əslində. Qabaqda izah eləmişdim. Bu alçaq mənim kimi rahat yaşamağa bacara qabiliyyəti olan, nəslində qabiliyyəti mənə verilirdi. Yəni qızların içində seçilirdim. İndi də tərbiyəm şükür Allah. Tərbiyə atadan anadan gəlmir. Ay zaman. Tərbiyə nədir? Tərbiyə odur ki, mən indi bunu bütün söyüşləri söyləmirəm, deyirəm, amma lənət olsun sənə, lənət olsun, ay atasından öyrənən, ay atasından öyrənən, ay evdə cəllad olan, ay günahsız uşağını, nəysə, sənin tarixin hamıya bəllidir, sonra hamıya yox, axır ki də. Burada sonra qohum əqrəbi yaxşı, sonra polislərə, sonra bu süddən çıxmış qaşıq kimi özünü aparıb, sonra da nə deyirdi, ağın ucuyla ana elə şey deyirdi, bəlkə biz bilmir yaxşısın evdən alır, nəyi deyirdi? Sonra bilmirdilər, sən nə dedin? Dedim, alçaq, elə adam kimi dedim. Gəl dedim, yığ cəmaatı, qohumları heç olmasa, bir çıxsın çağı, denir ki, bizim başımıza oyun açırlar, qızının başına oyun açırlar. Onlardan şübhələnməyin, Lalədə sevişdi. Nəysə, məşdağalıq bir problem yox. Məşdağıya bunun özü salınmalıdır əslində, amma mən buna məşdağıda heç bir şey, heç kəsə arzulamıram düşmür, heç kəsə xeyri yoxdur. Amma mən buna ziyanı olan şeyi arzulayıram. Məşdağı ziyanlı, amma dözülməz. Ona görə mən istəyirəm buna dözümlü, ziyanlı yer arzulayıram. Türmə, yaxud şikəst olmaq, elə bir alçaq, rəzil vəziyyətə düşmək ki, uzun da ömrü olsun bunun inşallah. Bu adam əzablar çəksin, cəhənnəmə düşməyi heç kəs arzulamıram. O qədər heç olsun 5 il dəhşətli əzab çəksin bunu. Amin inşallah. Çox sağ olun. Mən də deyirəm, amin, lənət olsun sənə, sən özünə, mən çox bilmişəm deyib, şeytanın ürəyində pıçıldadığını deyirdilər, sən alçaqsan, tüpürüm sənin biyoloji anda sifətvədir. Bu kimdir? Bu mənim Cüzdullah qardaşımdır, bir dəfə istədim ona haqq hesab çəkərsən, həmişə hörmət eləmsən, Elşad da, ailəsi də budur, Elnay, Elşad, şəkili burada işıq sürsünə, Nəsimi, arvadı, bu arvadı, budur xatirə, bu da Elşad. Elşad, mən neynədim, niyə haqq çəkmirdin, qorxurdu. Yox, mən onu heç vaxt istəmirdim o qızaq qaytarı, nə istədi elədi sənin üçün dəhşətli şeytandır, heç nəyə də danışma, sonra mənə demişsən, deyirəm, sonra bu, deməli, vaxt alma, sonra bu alçağa axırda bir gün dedim ki, mən niyə bunun cavabını dedim, götürdüm, zəng elədim, deyəcəkdin ki, söyləyəcəkdin ki, alçaq sən, nəyə belə alçaqsan? Bu nə dedi? Dedi, mən xaricdəyəm. Sonra da ad boy verdi. Ay, alçaq, sənə heç vaxt deyəməmişəm, alçaqsan. Səndən alçağı bir elə özünsən. Şeytanların içində alçaq olursa, elə o şeytan insansan da, sən xəbərin yoxdur. Nə deyirdi bu? Bir dənəsində nə düşür? Bu, məsələn, bu adamdır ki, bu deyirdi ki, Məkkəyə getməkdənsə kurorta getmək lazım, yaxşıdır. Kurortlarda səni bətər olasan, yaxşı, bətər olasan. Bununla başladı, bütün problem. Alçaq. Dünyanın bütün söyüşləri sənin üzəridir. Alçaq. Oğlunu da didərcin saldı elindən. Alçaq. Onun da nə söz? Ay, alçaq, sən nə deyirlər onu, açıq deməməyə çalışıram.
Ləqət xalıqa nə deyirdi? Deyirdi, mən 19 yaşında evlənməsəydim, indi türmələrdə olacaqdım. Nəsimin nə günahı var idi? Xatirəni evdə gətirib neynirdin, neynəmirdin, nə tutmuşdu səni? Kişi idin, kişi boydu yerə soğum səni. Hamilə elədin, sonra da dedin ged abort elə, abort eləmədi, məcbur oldun, aldın, sonra da dedin, yaxşı evlənmişdim. Və yaxşı evlənmişdim, türməyə düşmədin, arvadın vardı, yaxşı gedib, o dəli var sana, özün də bilmirsən nə danışırsan. Nəsimin nə günahı vardı ömrü, bir dənə onda nə söz. Nəsimi deyirdi ki, bizə danışırdı ki, uşaq vaxtından həmişə sən o maşının vardı, gözünün içinə girən. Tamojun da işləyirdin, sonra da sələmlə dolanmışsan, işlədiyi yer bir dənə tamojun olur. Bir-iki dənə alçaq yerlərdə işləyirdi, özü alçaq. Alçaq mən onu da gör demirəm. Nəysə bu alçağı baxanda elə alçaq söz yadıma düşür. Alçaq, bioloji qardaş. Heç vaxt qardaş olmadın, qara daş düşsün başına demirəm. Bətər olasan, sən dənə bətər olmaq arzuluyordun, deyirdin ki, nəsə paxıllığı çəkən dəhşətli şeytanı sonra ay alçaq. Saçsın. Saysan da onda da gəl bir saat oturaq burada. Bu alçaqlıqlarını saymıyor. Səndə nə? Nəsimin nə günahı var da? Hə? Evlən qız gətirib 18 yaşında məktəbli qızla nə pox yeyirsən, ondan sonra hamilə qoyursan. Nəsimi nə deyirdi? Nəsimi deyirdi ki, nə deyirdi? Bu adam yine Nəsimin neçə yaş var? Nə bilim 30-40. Sonra deyir, bu pasiyanız deyir, Elna'yı götürürdü. Obli qardaşında Nəsimin. Anasında xatirəni, bir də özü minirlər maşınına. Gedirlər axşamları gəzməyə. Bu Nəsimi evdə tək qoymuşlar. Küsən başına. Sənin şeyində problem yox idi, elə başında problem idi. Ona görə də o uşaq da əziyyət çəkdi. Mən də əziyyət çəkdim. Küsən cizdolaq başı. Sənin var, yox var demirəm. Çünki bizim Allahımız var, Peyğəmbərimiz var, kitabımız var, bizim varımız onlar. Sən o yox başı var. İnşallah cəhənnəm arzulamıram. Tövbə eləməyin hamını istəyirəm. Sən də bətər olasan. Amin. Bətər olasan. Elə bətərdir. Dəlil özünün elədiyi özünə bəs. Sonra Elşad, Həsənov, İsmailov. 200 sənin başı var. Mən nəysə qoyurət olsun. Başında olsa şurup yoxdur. Özünü yorma. Sonra mən xalam oğlu Elçində, Allah rəhmət eləsin. Çox gözəl insan idi. Mən bu videonun tərsindən çəkirəm. Eyb yox. İndi düzəl. Pis adamlara təsmarlıq olmaq arzuluyuram. Yox, olacaqlardı bizə. Sonra Elçinin, bu Elçinin 29 yaşında vəfat elədi deyəsən. Bu Elçində anası danışdığı kimi özümüz bilirdik. Anası da dilinlə Elşadı güya başa sardı. Nə işitdim? Onu da nə bəs edir? Deyir ki, biz də onu deyir, evdən bezdirdi. Ya da çox demə. Ne deməyim ki? Yaxşı. Dəfə qızışdırdı anası bu boyda yekə oğlanı. Ana necə şap-başap başından vurub döyürdü. Bu da yazıq cavab qaytarmırdı. Ata şap-başap döyürdü. Bacı qızışdırırdı. Bacı da ki göz muncuğu idi, nə idisə onu əldəymirdi. Birdən sınar zərlər tökülər. Sənin nə günahın var idi? Anam deyirdi ki, ay Elçin, Allah rəhmət eləsin sənə. Narkotikdən öldün. Anam deyirdi ki, biz onu da bilirdik, başa düşürdük. Amma anam dilinlə deyirdi ki, uşaqlarınızı incitməyin. Yoxsa Elçin kimi çöldə xoşbəxtlik axtarıb, sonra da dostlarından narkotik çəkməyi öyrənəcək. Yəni, itirəz uşaqlardır. Mən yaxşı xal olmam. O bir xal oğlanlarını başa düşməm. Onun qardaşı bir daşdır. Əsər, sözlük deyirsən, ancaq ürəyində nədirsə daş deyir. Nə uyanlıqdır, nə uyanlıq. Bilmirsən ki, anası kimi həyasız da deyil, atası kimi onun sifət də deyil. Allah lənət eləsin sən ata verirsin. Anava da lənət eləsin.
Allah sənə rəhmət eləsin. Heç kəsi cəhənnəmə düşməyə arzulamıram. İnşallah cənnətdəsən, amma ki, olasan, Allah günahlarını bağışlasın. Amin, amin, amin. Mələ bir dənə mahnı qoyaq. Nə yaxşı, Leylacının mahnısı. Amma polmuxuz qoyma, biraz olsun. Ya Hint mahnısı qoyaq. Elə Hint qızın olsun da. Aha, moment. Baba. Gördün. O, Leyla o momentin sevirsən ki, yəni çox xoşbəxt, gülər yüz. İnşallah bəxtəvərlərdən olsun. Bütün cavanların mənim nəvələrimin çəkdiyi əzabı heç bir uşaq çəkməsin. Heç kəsin ailəsində də Allah şükür kimlərə, mollalara görə dinsizliyi öyrənib, yəni öyrənməyib, dinsiz olub, nəysə mahnıya qoyarsan, çox keçəkdir. Bizim yaşadıqlarımızı yaşamasınlar. Amin. Xoş qoyma. Xeyma var. O polis gəldi, polislər qızmış polislər gəlib qapımızı yenə qırmasa, onda gedərik də inşallah Raul'la Sara üçün inşallah. Hara gedərik? Elcizin verilişini gedim tapım ərzdə yazım deyə bir gün sonra da çağırırlar, zəng edirlər. Bu problemi polislər həll eləmir, ancaq istəyirlər ki, mən zəng edib söyüm, qışqırım vəziyyətinə salsınlar. Yəni mən zəng edəndə 10 dəfə dedirlər bir şey, sonra telefon adboy verirlər və çalışırlar ki, mən əsəbləşim. Sonra da nə təqdim eləmək istəyirlər, hara, nəysə sənin dəri yerinə qoymaq istəyirlər. Amma sən kef elə, inşallah gəlməsələr gedərik. Arzuq olsun, kef olsun deyil. Arzuqda kim kef edir? Nazirlər hamısı müsaade eləmək lazımdır. Deputatlar da o haram yiyənlərdir. Misir Mərdanovdan belə. Ay İlham Əliyev, inşallah. Yaxşı yazarsan İlham Əliyev'e. Adın, Öyle yazmıyor. Və yazarım, heç olmaz. Təkcə İlham Əliyev'e yazılır ama. Şeytan ürəyində nə dedi? Biyoloji və arxeoloji qohumlarına. Şeylər necə eləmək istəyirsən. Düşünmə onu dediğinden. Namazın vaxtı ama. Mən Leyla'nın yüzünü xoşlayıram. Niyə? Gülər yüzü var ya onun. Aha. Bu Xeyman Marino onu xoşlayır. Elə özün qoy da. Yaxşı, özün qoy. Git adaçıdır Xeyman Marino. Bir yerimdə niyə çox izah edir? İzah eləməkdən xoşum gəlir. Azərbaycanda da tema bitmez yəni. Az danış. Azərbaycanda da qəşəng səslər, hər şey var Azərbaycanda. Qaçırlar xarici. Nə var bu xaricdə? Azərbaycanda nə yoxdur ki? Hər yerdə daşdırsa, torpaqdırsa, bizdə də var. Bizdə belə qızlar da var. Oh, can bilir. Maşallah. Allah ailəsini bəxtəvər edir. Özünü. Ben de ailəvi. Leyla, qaçaq namaz qılmağa. Leyla, sağ ol. Sən sevirəm. Məni sevirsən. İnsanlığı. Get namaza. İnşallah gedin. Söndürsün. Böyle bas. Böyle bas.